Salam, hər vaxtınız xeyirli olsun. Gələcəyi Quranlar verilişimizin ilk buraxılışında sizləri xoş gördük. Verilişimizin qonağı çoxların tanıdığı Günel Əkbərdir. Salam Günel müəllimə, necəsiz? Salam, xoş gördük hər birinizi. Dəvətiniz üçün təşəkkür edirəm. Biz təşəkkür edirik dəvətimizi qəbul edib gəldiyiniz üçün. Mən istəyirəm suallarımıza keçid edək. Buyur. İstərdik sizi daha yaxından tanıyaq. Bilirik ki, siz də Pedaqoji Universiteti məzunusunuz. Tələbəlik illəriniz neçənci illərə təsadüf edir və bu haqda sizdən ətraflı məlumat almaq istərdik. Mən 2011-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi olmuşam. Yəqin ki, üzümə baxanda da hiss olunur ki, çox möhtəşəm bir tələbəlik həyatı keçirmişəm. Bu möhtəşəmliyin təməlində nələr dayanır deyə əgər sual versəniz, mən sizə qabaqlayıb cavab verərəm ki, məncə hər bir olduğu mühitdə insan oranı cənnətə də çevirə bilər, cəhənnəmə də çevirə bilər. Əgər biz də o zaman şikayətlənsəydik ki, heç nə yoxdur, başımızı qatmağa, maraqlı layihələr yoxdur, fəaliyyətlər yoxdur, elə bəlkə də maraqlı bir tələbəlik dönəmi keçirə bilməzdik. Amma biz o deyir, necə deyərlər, əl-ələ verib, güc birlikdədir deyib, bərabər çox maraqlı günlər keçirmişik və bunun tədrisdən əlavə olduğunu deyə bilərəm. Necə dərs, bir də var dərsdən kənar fəaliyyət. Bu tamamilə bizim pedaqojidəki o doğmalığın əsas səbəbi dərsdən kənar fəaliyyətlərlə bağlıdır. Ona görə o dönəmi xatırlayanda üzümdə güllər açır. Və ümid edirəm ki, bir gün pedaqojidən məzun olan hər kəs eyni mənim kimi bu xoş duyğuları yaşayar. Nə xoş. Ən çox maraqlı gələn suallardan biri budur ki, siz bu ixtisası öz istəyinizlə seçmisiniz, yoxsa tamamilə təsadüf nəticəsində bu ixtisasa qəbul olmusunuz? Niyə məhz ibtidai sinif müəllimi? Bunu deməkdən utanıram. Ümid edirəm ki, antimotivasiya olmaz bir çoxlarına. Amma belə ümumiləşdirim ki, mən təsadüf nəticəsində Pedaqoji Universitetin ibtidai sinif müəllimliyi ixtisasına daxil olmuşam. Hətta söz vaxtına çəkər, o dönəm də Ramazan dönəmi idi, Ramazan ayı idi. Xatirimdədir ki, mən 3 gün 3 gecə ağladım. Biri var ki, normal bəsmalla mən, yəni inana bilmərsiniz də, jurnalistikanın eşqi ilə, həvəsi ilə yaşayırdım və bu heç gözlədiyim bir nəticə deyildi, sözün açığı. Amma praktikaya başlayanda, ikinci kursuyduq, bizi praktikaya göndərmişdilər. Mən ilk dəfə sinif otağına daxil olanda dedim ki, Günel, bura səninlikdir. Bura sənin yerindir. Olmalı olduğun yer buradır. Amma bəzən və çalışdıqca da gördüm ki, mənim peşəmin gözləntiləri ilə, mənim peşəmin ehtiyacları ilə mənim varlığım üst-üstə düşür. Ödəyə bilirəm mən o peşənin gözləntilərini. Amma hər kəs bu qədər şanslı olmaya bilər. Mən bu sahədə şanslıyam, başqa sahədə daha çox zəhmət çəkməyim tələb oluna bilər. Eyni ilə də digərlərində. Ola bilər ki, siz hansısa bir peşəyə, bu universitetə, başqa bir universitetə təsadüf nəticəsində düşmüsünüz və biraz özünüzə zaman vermək lazımdır ki, görəsiniz o peşənin gözləntiləri ilə sizin verə biləcəkləriniz üst-üstə düşürmü? Əgər gördünüzsə üst-üstə düşür, yolunuz açıq olsun, davam eləyin. Yox, gördünüzsə ki, bu sizinlə uyğunlaşmır, onda çox sevdiyim bir misal var. Ağac deyirsən ki, daim orada qalasan. Yəni, hər şey sənin öz əlindədir. İstədiyin an yerini dəyişə bilərsən. Amma mən hər zaman ikinci şansı verməyin tərəfdarıyam. Belə. Mən də eyniliklə sizin kimi universitetə qəbul olmam tamamilə valideynlərimin seçimi olub. Təbii ki də hər kəs öz seçimini sərbəst eləmir. İxtisas yazanda da ibtidai sinif müəllimi olan xalamla və anamla getmişdim. Nə xoş ki, xalam dedi ki, inşallah ibtidai sinif müəllimi olaraq qəbul olarsan və elə də oldu ki, heç də peşman deyiləm. Yaxşı ki, şagirdlərlə işlədikcə daha çox bu ixtisasın yaxşı tərəflərini, müsbət tərəflərini kəşf edirik və yaxşı ki, deməyimizə səbəb olur bu da. Neçə ildir müəllim olaraq fəaliyyət göstərirsiniz? Yəni, fəaliyyətiniz boyunca eyni məktəbdəmi dərs keçmişsiniz, çalışmışsınız, yoxsa müxtəlif məktəblərdə də fəaliyyət göstərmişsinizmi? Mən 2015-ci ildə məzun olandan sonra
bir il fasilə verdim. Bir il deyil, bir neçə ay fasilə verməli oldum. Çünki o dönəmdə başqa asan xidmətlər var, ora qəbul olmuşdum. Amma 2016-cı ildən etibarən pedaqoji fəaliyyətə başladım. Bakı şəhər Xəzər rayonu 322 nömrəli tam orta məktəbdə. Ora mənim üçün möhtəşəm bir pedaqoji mühit idi. İstər direktorum olsun, istər oradakı müəllim heyəti olsun. Yəni, deyərdim ki, münbit bir mühit idi. Bir toxumun böyüməsi üçün. Daha sonra mən öz ərzəmlə işdən ayrıldım və Türkiyədə magistratura təhsilinə yollandım. Orada 2 ildən sonra yenidən qayıtdım. Müəllimlərin işə qəbul imtahanına başvurdum və orada topladığım bal nəticəsində də hal-hazırda Bakı şəhəri 12 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi olaraq fəaliyyət göstərirəm. Hazırda mənim 7-ci ilimdir, belə deyək, pedaqoji fəaliyyətlə məşğulam. Ümumilikdə məktəbi sual verdiniz deyə deyirəm. Bəzən ola bilər ki, düşdüyünüz bir mühit sizə bütün qapılarını aça bilər. Siz şanslısınız. Nə xoş sizə. Bəzən ola bilər ki, o qapıları siz açmaq məcburiyyətində olarsınız. Amma burada ruhdan düşməmək lazımdır. Çünki əgər siz desəz ki, yox, o qapı açıq deyil, mən də bunu aça bilmərəm, sizdən sonra gələnlər üçün çətin olar. Amma siz bütün məsuliyyəti öz üzərinizə götürüb, o peşəvizin eşqi ilə, sənətinizin eşqi ilə o qapını açmaq üçün bütün yollara başvursanız və nəticədə o qapı açılsa, sizdən sonra gələn insanların da yoluna, belə deyim, işıq tutmuş olacaqsınız. Yəni, ilk məktəbində mən çox münbit bir şəraitə düşmüşdüm. Çox gözəl günlər keçirmişdim. Amma Türkiyədən qayıtdıqdan sonra pedaqoji fəaliyyətə başlayanda nə yalan deyim, biraz çətinlik çəkdim. Hal-hazırda hər şey öz qaydasındadır. Nə xoş, nə gözəl. Bəs ilk dərs gününüzü xatırlayırsınızmı? İlk dəfə müəllim olaraq sinifə daxil olmağınız necə idi? Sizdə hansı təəssüratlar yaratdı? Qəşəng sualdır. Elə bir ki, zaman maşınıdır. Geriyə dönüş elədik. İlk sinifimi xatırlayıram, balaca birinci, o vaxt hələ 5 yaşlılar yox idi, məktəbə qədər yox idi uşaqlar. Birinci sinif idi şagirdlərim, sinifi bəzəmişdim, hər tərəfini gül çiçək eləmişdim. Hətta o məktəbdə pəncərələrə gül yapışdırmışdım, bizim sinifimizə güllü sinif deyirdilər. Mən ümumiyyətlə hər sinifə birinci özüm şagird olaraq baxıram. Əgər mən o sinifə daxil ola bilirəmsə, tələsirəmsə mən o sinifə, deməli uşaqlar da tələsəcək. Dolayısıyla o sinifi özümün tələsə biləcəyi bir yer eləməyə çalışıram. Rəngarəng, güllü, çiçəkli. İlk günüm çox maraqlı keçmişdi. 2016-cı ilin sentyabr ayı idi. Amma növbəti 2021-ci ildə mən ilk dəfə fəaliyyətə başlayanda kiçik bir, belə deyək də, narahatlıq yaşamışdım, onu sizə deyim. Deməli, ilk dərs günüdür. Uşaqlar 3-cü sinifdilər və başqa bir müəllimin təlim tərbiyəsini öyrəşmiş bir müəllimdir. Həmin müəllim təqaüdə gedib, mən onlara müəllim kimi təyin olunmuşam. Bir xaos. Bir anlıq xatırlayıram ki, riyaziyyat kitabı əlimdə idi. Sinifdə 27 şagird var idi və marker də əlimdə. Belə gözümü yumdum, dedim ki, Günel, markeri qoy, kitabı qoy və qaç. Mən o xaosun içində özümü o qədər gücsüz hiss elədim. Dedim, bacara bilməyəcəm də. Amma sonra bir anlıq bir uşaq yadıma gəlir. Baxdım ki, mən onu düşünən anda bir uşaq mənə belə toxunub mənə, nəsə sual verir. Dedi, müəllimə, olar su içim. O an mən başa düşdüm ki, Günel, o uşaqlar səndən qidalanırlar. Bu sözü çox sevmirəm, amma sənə möhtacdırlar hal-hazırki vəziyyətdə və sən də bir gücsüzlük nümayiş elətdirib, bayaqki o qapı misalına da qüvvət, deyirsən ki, bu qapı mənim üzümə açılmır, mən çıxım gedim başqa bir yola. Yox dedim, Günə, sən burada qalmalısan və o sinifimdən çox uğurlu nəticələrə imza atdıq, çox gözəl günlər keçirdik. İndi deyirəm ki, nə yaxşı ki, orada qorxmadım. Nə gözəl. Möhkəm oldum. Biz bilirik ki, ibtidai sinif müəllimi olaraq fəaliyyət göstərmək özündə çox əyləncəli və maraqlı anlar sizdə xatirə buraxır. Bəs sizin xatirənizdə, indiyə qədərki fəaliyyətinizdə düşünürmüsünüz ki, ibtidai sinif müəllimi olaraq işləmək həqiqətən də maraqlı tərəfləri çoxdur? Yəni, siz hansı maraqlı tərəflərini görmüsünüz? Mən bilmirəm bu sözüm nə dərəcədə düzgün səslənər. Amma düşünürəm ki, bəzi peşələr
olunmur, doğulur. Və müəllimlik də bu peşələrdən biridir. Siz sadəcə pedaqoji qabiliyyətlərlə dünyaya göz açırsınız. Əgər düzgün yoldasınızsa, o qabiliyyətləriniz inkişaf eləyir və siz təkmilləşirsiniz, olursunuz uğurlu bir müəllim. Bir də əksinə baxaq, siz müəllim olaraq dünyaya göz açmalısınız, amma özünüzdə o qabiliyyətləri formalaşdırmağa çalışırsınız. Bunda da uğurlu nəticələr olur. Yəni, onu da deyə bilərəm, mən gördüklərimin, təcrübələrimin əsasında. İbtidai sinif müəllimi olaraq fəaliyyət göstərmək mənə görə həmişə cavan qalmaq deməkdir. Siz hər zaman cavansınız. Amma bu demək deyil ki, siz orta məktəbdə çalışırsınızsa, bu sizin çətinlik sizə yaradacaq. Yox. Yenə sözümə qayıdıram. Müəllim olaraq doğulmuşsunuzsa, istənilən bir mühitdə, istəyirsiniz siz həyətdəki, məhlədəki uşaqlarla oynayanda da o həmin pedaqoji bacarıqlarınız üzə çıxır. İstəyirsiniz tələbə qarşısında, auditoriyada olanda, istəyirsiniz də sinifdə 10 yaşlı, 9 yaşlı şagirdlərlə və s. olanda. Amma burada o Piaget'in yaş bölgüsü öz işini deyir. Siz pedaqoji bacarıqlarınızı qarşınızdakı auditoriyanın səviyyəsinə uyğun olaraq istiqamətləndirməlisiniz. Bəzən məni görürlər və deyirlər ki, siz çox mülayim insansınız. Onlar mənim ibtidai sinif şagirdləri ilə olan münasibətimə dayanaraq bunu deyirlər. Amma mən orta məktəbdə tədris aparsaydım, mən bu bacarıqları başqa cür istiqamətləndirərdim. Tələbələrlə tədris aparanda bunu başqa cür istiqamətləndirərəm. Yəni, siz orada nəbzə görə şərbət deyirlər. Bax, onu bilmək lazımdır və sənin müəllim olmağın, müəllim olaraq doğulmağın sənə instinktiv olaraq o hədləri müəyyən eləməyə imkan verir. Bilmirəm, sualınızdan uzaqlaşdım yoxsa yox. Yəni, məsələ, sən müəllim olmaya da bilərsən. Amma səndə müəllimlik bacarığının olmağı, sən bir iqtisadçı ola bilərsən, bir bankda fəaliyyət göstərə bilərsən. Bugün hər kəs öz bitirdiyi peşə, məzun olduğu peşə üzrə ixtisaslaşmır, işləmir, başqa bir fəaliyyətlə də məşğul olanlarımız var. Amma sizin içinizdə o pedaqoji bacarıqlar olanda, siz o iqtisadçıların içində də seçiləcəksiniz. Müəllimlərin içində də seçiləcəksiniz. Nə bilim, jurnalistlərin içində də seçiləcəksiniz. Yəni, o bacarıqları əgər sizdə varsa, nə xoş. Yoxdursa, bunu təkmilləşdirmək də sizin əlinizdədir deyə düşünürəm. Və bunun üçün sadəcə müəllim olmaq kifayət etmir. Yəni, həm kifayət etmir, həm də lazım deyil. Yenə deyirəm, ola bilər siz müəllim olaraq fəaliyyət göstərməyəsiniz, müəllimlərin işə qəbul imtahanına girməyəsiniz. Bu da ola bilər. Amma bir gün hər hansısa bir fəaliyyətdə, peşədə özünüzü daha yaxşı göstərmək üçün, daha ön planda olmaq üçün bu bacarıqlara bu universitetdəykən daha mükəmməl yiyələnməyinizi tövsiyə edirəm. Çox gözəl məsləhətlər hər kəsə faydalı olacağını düşünürəm. Çoxları sizi sosial mediadan tanıyır. Bəs ibtidai sinif müəllimi deyəndə yalnız sinifdə dərs keçən hər hansı bir müəllim ağla gəlmədiyində bir çoxlarını göstərmiş oldunuz. Sosial media fenomeni müəllim deyəndə məhz ağıllara ilk gələn müəllimlərdənsiz. Bəs necə oldu ki, kontent yaratmaq qərarına gəldiniz? Necə bu yolda irələməyə qərar verdiniz? Bu haqda sizdən istəyirdik, dinləyək. Mən hər zaman anları ölümsüzləşdirməyə tələsən biriyəm. Hətta mənə bəzən deyirlər ki, sənə heykəl qoyulsa, əlində telefon belə qoyulmalıdır. Amma bu indi belə deyil. Bu əzəldən belə idi, həmişə belə idi. Yəni, mən ağıllı telefon istifadə eləyəndən bəri və müəllim olaraq fəaliyyət göstərəndən bəri şagirdlərlə videolarımı çəkirdim. Amma o vaxt bunu mən açıq kütlə ilə etmirdim. Öz dostlarımın gördüyü, məsələn, 2016-cı ildə fəaliyyətə başlamışam. Sosial platformalardan bəziləri mənə xatırladır. Sən 2016-cı ildə bunu eləmişsən, 2017-ci ildə bunu eləmişsən. Amma o vaxt, yenə deyirəm, bu qədər cəsarətli deyildim paylaşmağa. Paylaşmaqla bağlı qərarım da rəfiqələrimin məni belə təkidi ilə oldu. Telefonumun yaddaşı dolurdu. Mənə dedilər ki, rast ki, sən narahatsan, bu videoları da silməyə əlim gəlmir. Çünki hamısı bir xatirədir məncə, hamısı bir dəyərdir. Mən başladım videoları yükləyib daha sonra silməyə.
bir gün baxdım ki, bir video çox izlənib. O bir gün baxdım ki, o qədər bu məsələ ilə bağlı biliksiz idim, belə deyim də. Bir gün açanda sosial media hesablarından birini baxdım ki, orada çoxlu rəqəm yazılıb. Belə öz-özümə dedim ki, nə olub? Yəni o qədər bələd deyiləm də, bu nə deməkdir? Sonradan baxdım ki, sən o videonun izlənmə sayı çox olub. Orada ilk məncə səbəblərdən biri də şagirdlərin səmimiyyəti oldu. Sizi sevmələri. İnsanların ürəyinə toxunan məncə əsas şagirdlərin səmimiyyəti oldu. Bunun səbəbi nə oldu? Ola bilər mənə qarşı sevgiləri. Bir də yəni müəllimlərimiz indi çox yaxşı bilər. Açıq dərslər deyə bir anlayış var. Direktor müavini gəlib müəllimlərin açıq dərsində otururdu. Yəni indi də bu hal-hazırda belə işlər var. Mən kameranı qoyanda onu çalışıram elə bir yerə qoyum ki, o bizə mane olmasın və mən rahatlıqla 12 dəqiqə, 15 dəqiqə o həmin an mənim telefonum mənə icazə verə bildiyi qədər çəkiliş eləyirəm. Yəni və görün mən özümə, şagirdlərimə, sinifimə o qədər güvənirəm ki, mən bunu açıq şəkildə göstərə bilirəm. Yəni mənim dərsimdə həmin an bir direktor müavini oturmur da, minlərlə direktor, nəinki minlərlə insan otura bilər. Yəni bu mən düşünürəm ki, bir müəllimin pedaqoji bacarıqlarının verdiyi özgüvəndən irəli gəlir bu paylaşımları belə cəsarətlə etmək. Daha sonra da orada bu bir əlavə bir işdir, əlavə bir yükdür. Bu paylaşım etmək bizim necə deyim, işimizin vacibliyi, əhəmiyyətindən irəli gəlmir. Bu sadəcə bir istək və seçimdir. Mən hələ də bu seçimimi, istəyimi sevgi ilə davam elətdirirəm. Çünki bir gün 10 il sonra, 5 il sonra, 20 il sonra o şagirdlər böyüyəcəklər və mən həmişə onlara deyirəm və inanıram ki, siz dünyanı xilas edən insanlardan biri olacaqsınız. O videoları açıb göstərəcəklər öz övladlarına, öz əhatələrinə. Məsələn, bu mənə də bir xatirədir, tarixçədir. Elə bilin ki, video albom kimi. Əvvəllər bizdə necə albomlar olur? Bəli, xatirə qalır hər bir video. 2017-ci il idi, ya da 18, xatırlamıram. Chelsea Qarabağ oyunu var idi. Bakı Olimpiya stadionunda keçirilirdi. O stadionun ilk açılış dönəmi idi və mən Qarabağa dəstək məqsədi ilə kiçik bir video paylaşmışdım. Bax, o vaxt hələ 2017-ci il idi bunu edəndə. O videom müəyyən bir insanların qarşısına çıxdı və Qarabağ rəhbərliyi bizə biletlər göndərdi, dəvətnamə göndərdi və mən şagirdlərimi də məktəb rəhbərliyimin sağ olsun dəstəyi və köməyi ilə öz ikinci sinif şagirdlərimi götürdüm və biz Qarabağın oyununa getdik. Amma vaxt mən bunu açıq şəkildə paylaşım etmirdim. İndi mənə o dönəmlər gələndə xatırlatma eləyir həmin sosial media hesablarım ki, bəs xatırlayırsan, sən filan gün, filan tarixdə stadiona aparmışdı uşaqları. Və mən illər sonra çox danışdım, üzr istəyirəm. Buyurun, xoşdur sizi dinləmək. İllər sonra mən həmin şagirdlərimin görüşünə gedəndə onlara belə balaca kağızlar payladım və dedim ki, mən sizin 2 il müəlliminiz olmuşam. Yazın görüm ən xatırladığınız, ən xatirinizdə qalan anlar, günlər nədir? Onlar yazmışlar stadiona getməyimiz, Qarabağın oyununa baxmağımız, nə bilim, müxtəlif dərsdən kənar fəaliyyətlərimizi orada qeyd eləmişlər. Mən onda bir daha anladım ki, öyrənmə, təhsil sadəcə dərsə əhatə eləmir. Hətta daha çox dərsdən kənar fəaliyyətləri əhatə eləyir. Bu da müəllimin yükünü biraz daha ön plana çəkir. Yəni biz sadəcə müəllim olaraq dərsdə fəaliyyət göstərmirik. Eyni zamanda o dərsin üstünü də inşa etməliyik və nəzərə alaq ki, o dərsin üstü daha geniş çərçivələri əhatə eləyə bilir. Doğrudur, mən də belə düşünürəm ki, dərsdə yaşanan hər hansı bir hadisə ola bilər, bizim xatirimizdə qalmasın. Amma ki, ibtidai sinif müəllimləri şagirdlərin yaddaşında əbədi qalacaq müəllimlərdəndir. Mənə hər bir şagird, ola bilər Azərbaycan riyaziyyat yuxarı sinif müəllimlərinin adını xatırlamasın, amma ibtidai sinif müəllimləri yaddaşlarda ən gözəl, ən yaxşı anları ilə qalan müəllimlərdəndir məhz.
Növbəti sualım isə belə olacaqdır ki, sosial şəbəkələrdə müəyyən videoların paylaşılması sizin məşhurlaşmanıza gətirib çıxardı. Bu da sizin şagirdləriniz, onların valideynləri tərəfindən necə reaksiya gördü, nə reaksiyalar verdilər? Bu haqda sizdən məlumat almaq istəyərdik. İbtidai sinif müəllimi olaraq deyə bilərəm ki, bugün gördüyünüz bütün uğurların səbəbi birinci növbədə mənim şagirdlərimdirsə, onların varlığıdırsa, ikinci növbədə də onların valideynləridir. Buradan bir daha üzümü tuturam öz valideynlərimə, indiyə qədər mənim sinifin övladlarına dərs demə şansım olan bütün valideynlərə. Əgər mən bugün uğurlu bir müəllimədirsə, bugün o valideynlərin dəstəyinin nəticəsindədir. Ümumiyyətlə, valideynlərlə iş qurmaq, valideynlərlə o pedaqoji fəaliyyəti bərabər çiyinlərimizi alıb aparmaq şagirdlərin həyatında çox unudulmaz izlərə gətirib çıxar. Çox unudulmaz izlər. Ev ki, daşa müəllim bəlkə daşın üzərində yazı yazar, amma o daha solğun olar. Valideynlərin köməyi ilə o daş üzərində yazılan yazılar daha da dərinləşir və uzun illər boyu öz təsirini göstərir, qoruyub saxlayır. Yəni, burada mən valideynlərimə çox təşəkkür edirəm ki, o barədə məni dəstəklədilər. Səfərimizə paylaşım, nə dediniz orada? Dediniz paylaşım. Paylaşımlarınız, yəni şagirdlər, valideynlər tərəfindən necə reaksiya görünür? Çünki biz xatırlayırıq ki, sizin videolarınızda tanınan bir neçə şagirdləriniz var ki, onların simaları da düşür və onlar da sizin qədər məhz əhali tərəfindən, insanlar tərəfindən tanınmış olur. Yəni, buna valideynlərin reaksiyaları necədir? Bizdə belə bir ağıllarda belə bir şey var ki, müəllim dərs keçməlidir. Siz, yəni insanlar düşünür ki, videoların çəkilməsi təhsilə mane olurmu? Yəni bu haqqda məlumat almaq istəyirdik. Birinci sualınızı orada mən biraz unutmamış oldum deyim. Yəni valideynlər orada iki qrupa bölünə bilərlər. Bir, valideynlər müəllimləri dəstəkləyə bilər. Nə gözəl xatirələr yaradırsınız. Bir də bizim kövrək nənə və babalarımız var. Bu nənə və babalarımız öz övladlarını görməyəndə, öz nəvələrini görməyəndə həmin kadrlarda biraz incik ola bilirlər. Fikirləşirlər ki, müəllim orada nəysə ayrı seçkilik eləyir və yaxud da ki, mən onları çox gözəl anlayıram. Düzdür, mən nənə deyiləm, amma yəni onların o duyğusunu anlaya bilirəm. Amma bildirmək istəyirəm ki, ədalətli bir müəllim, eyni zamanda ədalətsiz bir müəllim uşaqların baxışlarından o qədər gözəl bilinir ki, mən bir dəfə şagirdlərimə sorğu keçirdim, onlara vərəq payladım, dedim ki, bu arada bu da sosial medianın mənə təsiri idi. O qədər mənə şərhlər gəlirdi, mən düşündüm ki, mən doğrudan da bəlkə ayrı seçkilik eləyirəm şagirdlərim arasında. Birinci valideynlərinə dedim ki, hörmətli valideynlər, uşaqlara sual verin, görün, mən sinifdən çox kimi sevirəm. Əksəriyyəti dedi ki, müəllimə, hamımızı sevirsiniz. Amma bunu bəzi valideynlər mənə səs yazısı ilə, video ilə göndərdi. Gizli oldu bu arada onların çəkilişi. Yəni mən kifayətlənmədim. Uşaqlara sorğu vərəqləri payladım və onlara sual verdim ki, sizcə mən ən çox kimi sevirəm? Həmin gün səhv eləmirəmsə 31 şagird iştirak eləyirdi. 21 şagirdimiz orada yazmışdı ki, hamımızı. Nə gözəl. 5-6 uşaq yazmışdı ki, məni. Yəni ki, yazan şagirdin özünü sevirəm. Bir şagirdimiz yazmışdı ki, əlaçıları sevir müəllimə. Halbuki heç ikinci sinifdir, biz hələ əlaçı, zərbəçi müəyyən eləməmişik. Yəni, siz artıq o mənə, o data, o analizlər, o məlumatlar, o informasiyalar mənə əmin elədi ki, Günel, sən doğru yoldasan. Önəmli olan uşaqların sənin onlar arasında ayrı seçkilik eləmədiyi bilirlər. Kənardan başqa cür görünə bilər ki, mən əgər şagirdlərimi qoyub kənar üzərində fokuslansam, onları təmin etmək üçün, onların razılığını almaq üçün çalışsam, mən onda müəllim olmaram. Heç kimi çünki məmnun etmək olmur. Hər kəs məmnun olacaq deyə bir şey yoxdur. Həm də onlara mən artıq o bloger. Amma mən müəlliməm də. Yəni mən ilkin olaraq müəlliməm və mən tabeliyimdə, yəni mənim yanımda olan o şagirdlərlə mən məşğul olmalıyam. Dolayısıyla belə sözlər eşidəndə də
mənfi nənələrdən, babalardan biraz şikayət eşidəndə də çox şükür indi yoxdur elə bir məsələlər, amma əvvəllər olanda mən bunu anlayışla qarşılayırdım. Onlara da izah edirdim ki, hörmətli nənəmiz, babamız, yəni mən əlimdən gəldiyi qədər paralelliyi, o balansı qorumağa çalışıram. Məsələn, siz deyirsiniz, bayaq ki, bəzi şagirdlərimiz var, onların siması çox sevilir, tanınır. Əgər mən sırf statistika, baxış sayına, bəyənmə sayına fokuslasaydım, mən məhz həmin uşaqları tez-tez paylaşım edərdim. Amma mənim hesablarıma baxanlar görər ki, mən bacardığım qədər bu paralelliyi qorumağa çalışırım. Çünki mən sadəcə 5 uşağın müəllimi deyiləm. Mən hazırda sinifimdə təhsil alan 34 uşağın müəllimiyəm və mən onların hamısına ədalətli yanaşmağa məcburam. İndi mən ədalətli yanaşmağa çalışıram. Bu demək deyil ki, mənim hər işim ədalətli olacaq. Mən ilah deyiləm də, əstəğfurullah. Yəni nə də elə bir çabam, elə bir qayəm yoxdur ki, mən hər kəsə 100% ədalətli olum. Amma əlimdən gəldiyi qədər, uşaqlar da bunu görürsə, nə xoş mənə. Valideynlərimiz də çox şükür artıq o barədə mənə güvənirlər. Qarşılıq güvən əsasında gedirik də bu yolda. Aha. Hal-hazırda sosial şəbəkələrdə bir sıra müəllimlərin simalarını görürük ki, artıq bir çox müəllim demək olar ki, kontentlər yaradır sosial şəbəkələrdə. Sizcə bu rəqabətin səbəbi nədir? Həmin müəllimlər səmimi olaraq kontent yaradırlar, yoxsa özlərini bir növ reklam etmək üçün nümayiş etdirirlər? Bunu bilməyin bir tək yolu var. Şagirdlərin üzünə baxmaq. Şagirdlərin gözünə baxmaq. Onda yəni balaca uşaq belə, böyük belə anlayacaq ki, orada söhbət nədən gedir. Müəllimlərin bu davranışları sərgiləməyini mən yəni ki, dəstəkləyirəm. Nə mənada dəstəkləyirəm? Necə ki, yaxşı işlər görüldükcə daha çoxalır. Əgər siz yaxşı bir pedaqoqsunuzsa, yaxşı bir müəllimsinizsə, sizin fəaliyyətinizi niyə də ətraf görməsin? Qoy görsün. Amma artıq sizin orada səmimiyyətdən uzaq hər hansısa bir davranışlarınız bu həm də eyni zamanda o qədər təhlükəlidir ki, elə bir ipin üzərində yeriyirik də. Səmimiyyətdən uzaq hər hansısa bir davranışınız sizi ilk öncə şagirdlərin önündə, daha sonra valideynlərin, daha sonra da o videonu izləyən minlərin önündə belə aciz bir vəziyyətə sala bilər. Hamısını qoyuram bir tərəfə, önəmli olan o bir şagirddir. Bir şagird var ha, o şagirdi biz itirdiksə əgər, vay bizim halımıza da müəllim olaraq. Baxın, mən valideyn demirəm, mən rəhbərlik demirəm, digər müəllimlərin, o bir şagirddir bizim axtardığımız və o önəmsədiyimiz. Dolayısıyla hansısa bir şagirdə qarşı da ədalətsizlik eləyəndə, olur da indi insanıq, yenə deyirəm, biz səhvlərimizlə bizik. Tez o səhv eləyən kimi fərqindəyəmsə əgər, üzr istəyirəm, onu düzəltməyə çalışıram. Amma sosial mediada bunu eləmək çox çətindir. Səhv eləyəndə o səhvdən geri dönüş eləmək çox çətindir. İnsanların qanaq nöqtəsinə çevrilirsiniz. Bəli. Məsələn, bir misal demək istəyirəm. Deməli, biz keçən il sentyabr ayında bu 2-ci Qarabağ müharibəsinin başlama tarixi ilə əlaqədar olaraq o müharibə dönəmini əks elətdirən bir tədbir keçirdik. Deməli, tədbir başlayırdı uşaqların öz hərbi cəsarətlərini, hərbi hünərlərini göstərməyi ilə, daha sonra azadlıq, hər hansısa bölgələrimizi, şəhərlərimizi azad eləməyi ilə və bitirdi qələbə ilə. Bu tədbirin başlanğıcı, giriş, əsas və nəticə hissəsi idi. Mən o tədbir bitəndən sonra o euforiya ilə, o həyəcanla sadəcə tədbirin zəfər hissəsindən bir görüntü paylaşdım. Həmin gün o qədər həssas bir gün idi və çox insanlar ora şərh yazdı ki, bugün bizim anım günümüzdür, siz necə bu günü belə paylaşım eləmişsiniz, duyğusuzca, düşüncəsizcə. Mən birinci çox pis oldum. Hamısını orada cavab yazırdım ki, yox, bəs bu bir tədbirdir, 3 hissədən ibarətdir, belə başlayıb, belə davam edib, belə bitib. Sonra o hadisə mənə bir daha anlatdı və bir daha mənə göstərdi ki, sosial mediada bizim səhv eləmə icazəmiz yoxdur. Ona görə nəinki 100 ölçüb bir biçmək, milyon ölçüb bir biçmək lazımdır ki, o
aciz vəziyyətə düşməyəsən. Aciz vəziyyət siz nəyə deyirəm? Əgər sən özünü başqalarına izah eləmək məcburiyyətindəsənsə, demək orada bir boşluq buraxmısan. Mən çalışdığım qədər videolarımda, paylaşımlarımda özümü izah etmə məcburiyyəti elə eləmirəm də ki, elə bir məcburiyyətim yaransın ki, mən insanlara özümü izah eləyim. Videolarınızı açıq şəkildə ünvanlayırsınız, belə deyək. Bəli, elə paylaşıram ki, o yenə deyirəm, 100 ölçüb bir biçirəm. Siz ola bilər videonu görürsünüz 1 saniyədə, amma o 1 saniyənin əsəri deyil də. Bir dəfə bir taksi ilə gedəndə video montaj edit eləyirəm. Orada bir videoya o qədər baxmışam ki, taksi sürücüsü dedi ki, ay müəllimə, uşağın müəlliməsi də bağçadan video göndərib sizə. Müəllimənin səsi başıma yaman düşdü. Siz də necə dözürsünüz bu videolara baxanda? Halbuki o mən idim. Dedim, hə, düz deyirsiniz. Yəni, bir videonu paylaşım etməmişdən qabaq, kifayət qədər çox baxmalısınız. Sonra bəlkə nəsə gözdən çıxıb, biraz da alıcı göz, biraz da belə tənqidi nəzər salmalısınız ora. Bu da paylaşım etmək istəyən müəllimlərimiz üçün idi bu sözlərim. Sizcə müəllimlər hansı xüsusi texnikalardan istifadə etməlidirlər ki, şagirdlərin dərsə marağı daha da artsın? Yaxşı pedaqoq olmağın sizcə sirləri nədən ibarətdir? Yaxşı pedaqoq olmanın ilk sirri var ki, bir dənə sirri var və mənim üçün ən önəmlisi budur, əsas sirri. Özünüzün də uşaq olduğunu unutmayın. Siz əgər özünüzü bir şagird kimi, onlarla bərabər hüquqlu biri kimi görsəniz və elə düşünsəniz, əmin olun ki, dərsləriniz çox maraqlı keçəcək. Çünki siz müəllim olaraq öz stulunuzda oturmaqdan yorulursunuzsa, deməli, şagird də öz stulunda oturmaqdan yorulur. O, bu havada əgər sizin yuxunuz gəlirsə, deməli, şagirdin də yuxusu gəlir. Yəni, biz o Rəşad Nuri Güntəkinin Dodaqdan Qəlbə əsərində çox gözəl bir söz var. Deyir ki, biz bir-birimizə görünməz bağlarla bağlanırıq. Yəni, bunu bizim görməyimiz vacib deyil də. Biz sinifdə olduğumuz insanla, metroda getdiyimiz insanla, təmasda olduğumuz, ünsiyyət qurduğumuz insanlarla görünməz bağlarla bir-birimizə bağlanırıq. Hələ-hələ bu şagirdlərimizdirsə, biz onları hiss edirik. Sadəcə bəzi müəllimlərimiz qayğıları, yükləri o qədər çoxdur ki, o bağların varlığını unudublar və o bağlarla onlara gələn siqnalları da eşitməyi unudublar. Yoxsa o bağlar var hamıda, o siqnallar hamıya gəlir. Sadəcə biraz qulağımızı ora eşitmək istəsək, ora biraz qulaq versək, şagirdlərin ehtiyaclarını da biləcəyik. Bu arada şagirdlərin ehtiyaclarını bilib tamamilə onları təmin eləmək mümkün deyil. Çünki hər şagird fərqlidir, hər şagirdin ehtiyacı fərqlidir. Dolayısıyla siz müəllim olaraq, yenə burada pedaqoji bacarıqlar ön plana çıxır, həm şagirdin ehtiyaclarını bilməlisiniz, onlar üçün önəmli olanları bilməlisiniz və bu önəmli məsələləri sıralandırmalısınız. Çünki şagirdlər bunu eləyə bilmirlər. Onlar, məsələn, həm acıblar, həm də dərsə qulaq asmalıdırlar. Onlar üçün ilkin olaraq nədir? Öz aclıqlarını keçirtmək, yemək yemək. Dərs onlar üçün ikinci plana keçir. Artıq siz müəllim olaraq orada şagirdlərə biraz səbirli olun, tənəffüsü az qalıb deyər. Əslində az qalmayıb, çox qalıb. Amma siz 5 dəqiqə qalıb. Bunu deməklə onlarda bir öncəlik sıralaması edirsiniz və bu da sizin dərsinizin, ümumiyyətlə pedaqoji fəaliyyətinizin uğurlu olmağına gətirib çıxardır. İçinizdəki uşağı unutmayın. O uşaq nəinki sizi müəllim olaraq, hansı ixtisasda, hansı peşədə olursunuzsa olun, sizi canlı və rəngarəng saxlayacaq içinizdəki o uşaq. Üsul və texnikalara qalanda isə Hənifə xanım, bu insandan insana, sinifdən sinifə görə dəyişir. Məsələn, mən şagirdlərlə uğurlu hesab elədiyim bir texnikanı tələbələrə tətbiq eləyəndə onların bəzilərindən etiraz eşitdim ki, bu bizim xoşumuza gəlmədi. Müəllim olmaq həm də dəyişkən olmaq, dəyişkənliyə açıq olmaq deməkdir. Siz görürsünüz ki, bu uğurlu olmadı bu texnika, dəyişməlisiniz. Qrup işi faydalıdır deyib, bütün fəaliyyətinizi qrup işi şəklində qurmağınız bu bir müddət sonra uşaqlarda yorğunluq yaradacaq. Və yaxud da ki, ümumiyyətlə bir şeyə sadiq qalmaq müəllimliyin təbiətinə məncə uyğun deyil.
uymur. Daim dəyişikliyə açıq olmalı və bu dəyişiklikləri sınamalısınız və geri dönüşlərə də açıq olmalısınız. Şagirdlərinizdən əgər hər hansısa bir işlə bağlı tənqid eşidirsinizsə, siz bunu dəyişdirməyi bacarmalısınız. Nə gözəl. Bundan sonra deyəcəyim sözləri, yəni sizi tərifləmək üçün demirəm, amma Günel müəllimə bir çoxlarının ağlında məhz nümunəvi müəllim olaraq qalıb. Gələcəyin müəllimləri, eləliklə də hal-hazırda bəlkə də fəaliyyətinə yeni atılan müəllimlər Günel müəllimi bir nümunəvi, özləri üçün nümunəvi bir müəllim olaraq götürmüşdülər. Bəs Günel müəllimə nümunəvi olaraq hər hansı bir müəllimi özü üçün götürmüşdümü? Bugünkü Günel müəllimə olacağını düşünürdümü? Bu haqda fikirləriniz önəmlidir bizim üçün. Bayaq siz dediniz ki, ibtidai sinif müəllimlərini hamı xoş xatırlayır. Bizim orta məktəblə də, orta məktəb şagirdləri ilə də işləmə şansımız olur. Məktəbimizdə bir kitab klubu yaratmışıq. 6-9-cu sinif şagirdlərlə 2 həftədən bir kitab oxuyub, o kitabı müzakirə edirik. Orada mən bir daha görürəm ki, heç kim ibtidai sinif müəllimini, heç də hamı ibtidai sinif müəllimini xoş xatırlamır. Təəssüflər olsun ki. Amma bəzi şagirdlər var ki, onlar orta məktəb müəllimlərini, fən müəllimlərini çox sevgi ilə xatırlayırlar. Onlardan biri də mənəm. Mənim tarix müəllimim, Ulduza müəllimim mənim üçün kumir insan, ümumiyyətlə müəllim olaraq deyil, kumir insanlardan biri idi. Hələ də elədir. Buradan salamlarımı çatdırıram ona. Daha sonra həm tərbiyə, həm ümumiyyətlə təhsil evdən başlayır. Ona görə savadlı qadın olmaq çox önəmlidir. O Çingiz Abdullayevin sözünə qüvvət, həqiqətən də insanlara, uşaqlara intellektuallıq anadan keçir. Mən bunu akademik bilgilərlə təsdiqləyə bilməyəcəm. Onunla bağlı heç bir analiz, data yoxdur əlimdə, məlumat yoxdur. Amma mən bunu təsdiqləyirəm. Çünki mən öz anama borcluyam bugünkü Günel olmağımda. Çünki onun öz üzərində işləməyi, öz cəsarəti, öz əzmi, öz inadkarlığı bugünkü Günelin bu nöqtədə olmağına səbəblərdən biridir. Buna görə də buradan da yola çıxaraq bir şey demək istəyirəm ki, savadlı qadın olmalıyıq ona görə ki, gələcəkdə işləyəcək, pul qazanacaq, yox. Öz övladlarımıza açıq bir yol açaq deyə. Çünki övladlarımızın gördüyü, inandığı, eşitdiyi ilk insan biz olacağıq. Eyni zamanda müəllim olaraq da mən bunu deyə bilərəm ki, şagirdlərimiz bizi görür. Və şagirdlərimizin də, övladlarımızın da son xətti var, o hüdud xətti var, onlar bizlərik. Əgər siz pilotsunuzsa, övladınız pilot, maksimum pilot olacaq. Əgər siz tutalım kosmonavtsınızsa, övladınız maksimum kosmonavt ola bilər. Aşağılar da ola bilər. Yəni daha aşağı peşələrdə də yer tuta bilər. Amma onun maksimumu artıq kosmonavtlıqdır. Dolayısıyla həm şagirdlərimiz üçün, həm övladlarımız üçün onlara borcluyuq biz daim özümüzü inkişaf elətdirməyə, daim ən ucu nöqtələrə getməyə və mən bu xüsusiyyətimi öz anamdan almışam. Öz mərhəmətimi atamdan almışam. Yəni, insan bir kompleks varlıqdır da. Bir nəfərə təşəkkür eləmək bəlkə də biraz düzgün səslənməz. Ona görə istəyirəm, bugünə qədər mənim həyatıma toxunan, yoluma çıxan, yolumdan keçən, gedən, hər kəsə öz təşəkkürümü bildirim. Çünki bugünkü Günel sizin əsərinizdir. Burada yaxşı və biraz da qəddar müəllimlərimi də hesaba qatmaq olar. Onların hər biri sizə təcrübə qazandırıb, belə deyək. Son olaraq gənc müəllimlərə və gələcəyin müəllimlərinə sizin tövsiyələrinizi eşitmək istəyərdik ki, mən sizin tövsiyələrinizi, sizi ideal müəllim olaraq görən gənclərə sizin tövsiyələriniz mən əminəm ki, çox faydalı olacaqdır. Çox sağ olun, təşəkkür edirəm bu sözlərə görə. Ümid edirəm ki, hər zaman bu sözlərə layiq olaram bir müəllim olaraq. Bundan şübhəmiz yoxdur. Müəllimlərə sərhədləmək istəmirəm. Ümumiyyətlə gənclərə, bu videonun çox böyük ehtimal ki, Pedaqoji Universitetin gəncləri izləyəcək. Gənclərə sözüm bundan ibarətdir. Dayanmayın.
Əlinizdən gələn hər fürsəti dəyərləndirin. Universitetinizdə, qonşunuzda, nə bilim, qohumlarınızda hara sizi çağırırlarsa, təcrübə toplamaq məqsədi ilə, insanlarla tanış olmaq məqsədi ilə mütləq hər yerə gedin. Tənbəlliyin daşını bir mənalı olaraq atın. Çünki tənbəl ola biləcəyi, olmağınız lazım olacaq çox vaxt var qabaqda. Əlinizdə olan bütün fürsətləri dəyərləndirin. Sizi tədbirə göndərirlər, gedin. Dərsə göndərirlər, gedin. Nə bilim, layihəyə göndərirlər, gedin. Hətta əl çalmağa göndərirlər, orada gedin. Bilin ki, orada çox şey öyrənəcəksiniz və bunu mən həmişə gənclərlə ünsiyyətdə olanda deyirəm. Öz yaxın rəfiqənizlə gedirsinizsə o tədbirdə, çalışın o rəfiqədən uzaq oturasınız. Çünki sizin inkişaf dairəniz ancaq onda genişlənəcək. Siz rəfiqənizlə gedib, orada 5 qazanacaqsınızsa, tək getsəniz o tədbirdə 10 qazanacaqsınız. Buna görə öz üzərinizdə işləməyi, daim gözünüzü, qulağınızı açıq tutmağı tövsiyə edirəm sizə. Çünki həyatlarımız o qədər uzun deyil ki, biz hər şeyi özümüz yaşayaraq təcrübə eləyək. Gərəkdir ki, mühümdür ki, başqalarının həyatlarından da özümüzə nümunələr çıxara bilək. Uğurlar arzulayıram. Bir gün sizinlə eyni səhnədə, eyni cəbhədə olmaq diləyilə. Bu maraqlı söhbət və müsahibə üçün Günel müəllimə və bizi izlədiyiniz üçün sizlərə təşəkkürümü bildirirəm. Növbəti buraxılışımızda görüşmək ümidi ilə sağlıqla qalın.